Orta Asiyanın geniş çöllərində Türk torpaqlarının min illər boyunca cəsarət və qeyrət vətəni olduğu yerdə bir azadlıq və güc sembolü Türk tarixində parlayır və o hər zaman Türkün ürəyindədir. Bu sembol buzqurddur, ağ canavar, yalnız qarın içində deyil. Türk mədəniyyətin hər bir küncündə var olub, qüvvətini və azadlığını heç vaxt itirməyib. Buzqurd yalnız bir heyvan deyil, bəlkə o azadlığın, cəsarətin və gücün canlı semboludur. Onun hər addımı Türk millətinin hər döyüşündə qalibiyyət semboludur. O təbiətin ürəyindən çıxmışdır, eyni türklərin tarixdən çıxıb düşmanların qarşısında duran kimi. Əfsanələrdən bu günümüzə qədər bu sembol hər zaman Türk gücünü və qürurunun nişanıdır. Yaşasın əsil Türk milləti.